Herkese salam, Mateori kanalındasınız. Bu videoda biraz daha spesifik hər hansı bir fəndən tövsiyə verməyin əvəzinə ən az onlar qədər önəmli olduğunu düşündüyü bir mövzuya toxunacağam. Abituriyent psixologiyası. Abituriyent dediyim, yəni danışdıqlarım tək abituriyentlərə aid olmayacaq təbii ki. Amma yenə də siz qulaq asın, məncə abituriyentlər bazında danışıram mən bunu. Belə deyim, tək abituriyentlər yox, hər kəsin həyatında belə deyim, enişlər, çıxışlar olur. Depressiya dönəmləri, çox şən olduğumuz dönəmlər, nə bilim, ortada olduğumuz dönəmlər, heç nə istəmədiyimiz, heç nə eləmək istəmədiyimiz dönəmlər ki, bu dərsə baxıram artıq ürəyim bulanır, kitaba baxıram ürəyim bulanır, söhbət olacaq. Bəlkə sizə indi olmur, amma bloka yaxın olacaq. Onda da bir qrup baxarsınız bu videoya. Nə bilim, olur. Belə deyim də, tək abituriyent vaxtı yox. Abituriyent vaxtından əvvəl 7-8 sinifdə də bəlkə də olurdu. Abituriyent vaxtı olur, universitetdə də olacaq, iş həyatında da olacaq, ondan sonra ölənə qədər də olacaq yəni. Nə vaxt görəcək, onda rahatlayacaq. O başqa məsələ. Onu mən başqa aspektdən dəyərləndirirəm. Amma belə deyim də, bunu idarə eləmək söhbətinə gələndə ki, yəni nətər deyim, bu enişdir, çıxışdır, depressiyasıdır. Birdən-birə çox motivasiyalı olursunuz, başlayırsınız oxumağa. 3 saat, 4 saat, 5 saat, sabahçı gün motivasiyan 1 qram, yəni heç nə qalmır. İstəyirsən heç yerindən durmayasan. Oturub ancaq TikTok-a, Instagram-a baxasan, nə bilim, yatasan. Bunun fərqli səbəbləri var. Belə deyim, bu bəlkə də universitetdə çox da önəmli bir şey deyil. Mən indi universitet tələbəsiyəm, bəlkə də mən 3 gün dərs oxumamağım mənim üçün çox problem yaratmayacaq. Ki, bilirəm ki, 4-5-ci, 5-ci gündə mən onları oxuyub kompensasiya eləyə biləcəm. Amma abituriyent olaraq o da düzdür. Elə bir şey var, amma zərər verici bir şeydir. Yəni mən bu gün oxudum, 3 gün oxumuyorum, modum yoxdur, depressiyadayam, disiplinsizəm, motivasiyam yoxdur. Söhbət olsa, olar ya o da olar. Prosto balınıza təsir eləyəcək. Yəni istiqrarlıq və davamlılıq abituriyent həyatı üçün çox önəmli bir şeydir. Okay? Bunlar haqqında danışacağam. Bu motivasiya, disiplin çox klişe şeylərdir əslində bunlar. Çünki motivasiya önəmlidir, disiplin önəmlidir. Təbii ki, disiplin önəmlidir. Yəni 2020-ci ildə deyil, artıq 5 ildir sosial medianın içindəsiniz. Milyonlarla video var buna aid. Yəni mən çıxıb nə kimi bir kreativ bir şey deyə bilərəm. Motivasiya nədir? Disiplin nədir? Bir insan heç vaxt motivasiya, siz robot deyilsiniz. Siz heç vaxt davamlı motivasiya ola bilməzsiniz. Motivasiya, məsələn, deyirəm, bir dənə reelsə baxırsınız, deyək ki, risk motivasiya gəldi sizə. Ay, oturub dərs oxuyacam. Bir saat sonra söndü, çıxdı getdi. O reelsə bir də baxırsınız, yenə eyni motivasiya alamırsınız. Niyə görə? Ani olaraq sizə dopamin salgılandı. Все da qurtardı. Onun üçün bir məqsəd normaldır ki, mən disiplinli olmalıdır. Mən bunu addım gedib satmalıyam. Yaxşı, mən bu disiplini nətər quracam? Mən otura bilmirəm. Oxuyuram, odaqlanamıram. Mən nətər eləməliyəm, nə qarmalıyam? Bir suallar gəlir. Baxın, heç birimiz bu disiplin birdən-birə qurulan bir şey deyil. Yəni ümumiyyətlə də mən bu gün oturdum disiplinli olacağım söhbət deyil. Hər kəs istəyir ki, elə olsun. Hər kəs plan hazırlayır. Belə olar, saat qururlar. Amma eləmirlər onu. Niyə? Çünki sən birdən-birə bir gündə disiplinli olmağı fikirləşirsən. Mənim çox elədiyim səhvlərdən biri idi bu şəxsən. Birdən-birə disiplinli olunmur. Disiplin addım-addım qurulan bir şey. 1 ayda, 2 ayda, 3 ayda, 21 gün falan deyirlər. Bilmirəm, yoxlamamışam. Yəni disiplin zamanla qurulan bir şeydir. Onu bilirəm yəni. Siz birdən-birə hər hansı, yəni saat plan qurub, dəqiqə dərs planı hazırlamaqla siz bir yerə çata bilməyəsiniz. Eləməyəsiniz, o günü məsələn satdınız. Bax məsələn, səhər durdum, səhər yazmışam ora 6-da dur. Səhər 6-da durmadım, 9-da durdum. Всё. O plan getdi çöp. O gün getdi boşa. Yəni boş takılırsınız o gün. Ki ay sabah eləyərəm. Sabahda yeni şey günü ötürür və gəlir imtahanı çatır. Bu tip şey də eləmir. İlk opsiyon budur. Hə. Disiplini olmamağın bəzi səbəbləri ola bilər. Bir ola bilər ki, hədəfiniz yoxdur. Hədəfiniz yoxdur, sadəcə özənti olaraq bal yığmaq istəyirsiniz kimi. Məsələn, Əl Abbas dayımın uşağı belə yığıb, mən ona daha çox yığmalıyam. Nə bilim, Gülbadam xalamın qızı belə yığıb, mən daha çox yığmalıyam. Nə bilim, bu tip şeylərdir. Bu sizi motivasiya eləməz. Bu sizdə disiplin yaratmaz. Çünki bəsit bir şeydir. Siz bəlkə də bunu böyük bir şey kimi görürsünüz, amma şüuraltınız onu bəsit bir şey kimi gördüyü üçün siz səhər 6-da durmursunuz. Durmağa vadar eləmirsiniz. Çünki mənasız bir şey görə yığmaq istəyirsən o balı. Okay? Bir də var ki, hədəfin var. Hədəfin var, ona saygı duyuram. Amma hədəfi o qədər çox istəmirsən. Özünü o hədəfdə görmürsən.
Bəlkə də beynini alladımsan ki, mən bu hədəfə görəyəm. Məsələn deyirəm, hamı bəhəsə həkim olmaq istəyir. Ki, məsələn deyirəm, sinifdə bərkdən uşaqlar var, çox qəşəng dərslərini oxuyurlar. O 2 nəfər, 3 nəfər deyək ki, bu 2 nəfər tibbə hazırlaşır, 3-ü də tibbə hazırlaşacaq, üçüncüsü də. Niyə görə? Çünki o onlara bəhəsə gedir ora. O bilmir həkimliyi nədir, o bilmir tibb universiteti nədir. Orada onu nə gözləyir, heç nədən xəbəri yoxdur. Sadəcə nə qarır, bəhəsə getmək istəyir ora. Ya da ki, Ali Neft məktəbini tuturam nəzərdə. Deyək ki, neft-qaz mühəndisi haqqında heç məlumatı yoxdur bu adamın. Kimya mühəndisi heç məlumatı yoxdur, bilmir nədir. Amma o sinifdəki 2 dənə qız, deyək ki, qız deyirəm məsələn, onlar Ali Neftə hazırlaşırsa, o üçüncü oğlan da Ali Neftə hazırlaşacaq. Çünki onlarla yarışmaq istəyir. Başa düşürsən? Bu tip şeylər, hədəfinizi bir yerdə itirirsiniz, özünüz olmaqdan çıxırsınız. Özünüz, öz hədəflərinizi, özünüzü tanımırsınız. Sonra da saxta hədəflərin arxasınca qaçanda bu sizi disiplindən salır. Motivasiyadan salır. Motivasiyanı tutururam. Motivasiyadan danışmayacağım ümumiyyətlə. Disiplin də əsas söhbətimiz. Disiplin nədir? Bura otura bilməkdir. Bu stol otura bilməkdir disiplin. Oturub TikToka baxmaq deyil, oturub dərs oxuya bilməkdir. Sizə ilk tövsiyəm, özünüzü tanıyın. Bax, bu dəqiqə 11-ci sinifsiz belə də özünüzü tanıyın, fərqi yoxdur. Məzunsuz belə də özünüzü tanıyın. Amma mən nə istəyirəm də? Qardaş, mən nə istəyirəm? Bu həyatdan mən missiyam nədir? Efraimin bir sətri var, bilmirəm hardaydı. Yadımdan çıxdı. Amma deyir ki, qorxun hardadırsa, missiyan oradadır. Bax, nətər deyim, bu disiplin də belə bir şeydir. Çəkindiyin fəndədir missiyan sənin. Belə deyim, çəkindiyin yerdədir sənin missiyan. İndi bəzi uşaqlar var ki, ancaq yaxşı bildikləri fəndən üstə düşür. Yaxşı bildikləri konunun üstünə düşürlər. Pis bildikləri, qorxduqları fən qalır qıraqda, gedir qorxduqları fəndən vururlar. Disiplin də belə bir şey, tək dərsə uyarlamayın. Həyatın hər alanında qorxduğunuz yerdədir missiyanız. Bunu bilin. Ki, nə vaxtsa qorxduğun yerdəki o missiyanı tamamlamamısansa, 1 ay, 2 ay sonra, 1 il sonra, 2 il sonra, 5 il sonra gəlib bu qorxduğun yerdə sən vuracaqlar. Başa düşsən? Bunu bil. İndi bu imtahan miqyasında deyirəm ki, qorxduğun yerdəki missiyanı həll eləməyəndə gəlir imtahanda sən vuracaqlar. Başa düşsən? Bu tip şeylərdir. Bunu hər yerə uygulaya bilərsiniz. Başqa məsələ. Hə, yaxşı. Mən disiplini necə quracağımı bilirəm. Yəni iradəm də var. Amma niyə quracağımı bilmirəm. Yəni bu imtahan məni həyəcanlandırmır. İstəmirəm. Amma bir baxımdan da görürəm ki, ətrafımda hamı çalışır. Hamı gedir kursa, hamı gedir hazırlığa. Hamı bir təlaşın içindədir. Mən də özümü sərbəst buraxamıram. Mən də istəyirəm ki, təlaşa düşüm. Mən də istəyirəm dərs oxuyum. Onlardan geri qalmayım. Belə bir psixologiyam var. Bax, bu imtahan, baxın, özünüzü tapın. Nə cəhətdən tapın? Baxın, mən nəyi sevirəm? Bunu bilin. Bax, mən nə ilə məşğul olanda bu mənə həyəcanlandırır. Yəni, qəribə hiss edirəm. Başa düşürsünüz? Mənə həyəcanlandırır. Bunu bilin. Bilin və o yöndən gedin. Okay? Bu Cəlal Şəngörü yəqin ki, hamınız tanıyırsınız. Yəni, bizim belə generasiyada tanımayan olmaz yəqin ki. Cəlal Şəngör deyirdi ki, sevdiyiniz konunun arxasınca gedin, o sizi aparacaq bir yerə. Amma hər kəsin də sevdiyi konu yoxdur. Başa düşürsünüz? Yəni deyək ki, mənim var, amma Vəlinin yoxdur. Vəlinin varsa Əlinin yoxdur. Çünki niyə görə? Bu 11-ci sinifə qədər heç nəyə məşğul olmuyor bu insan və marağının harda, istəyinin, həvəsinin harda olduğunu bilmir. Hardan tapsın bu indi bu dəqiqə? Onun üçün deyirəm. Bəzilərimiz üçün də universitet sadəcə bir axtarışdır. Baxın, universitet sizə 4 il ərzində bir axtarış sunur, bir yer sunur ki, siz özünüzü tapasınız orada. Başa düşürsünüz? Heç kim oxuduğu ixtisası yönündə təhsil almır. Ki, böyük ehtimalla bu videoya baxanların 80% də universitetə girəcək, oxuduğu ixtisasdan kənar bir yerdə işləyəcək, əlaqəsiz bir ixtisasda işləyəcək, başa düşürsünüz? Yəni, biraz Azərbaycan reallığı budur, biraz da dünyada budur reallıq. Yəni, hər kəs oxuduğu ixtisas, mühəndislik oxumusansa, mühəndis olmalısan, olasısan deyə bir şey yoxdur. Yəni, könül istərdir ki, olsun hamı. Amma elə bir şey yoxdur. Gedib bəlkə də, nə bilim, Obama marketdə kasser işləyəsən, ya da ki, çox fərqli bir sahədə gedəsən, marketingdə gedəsən, iş tapasan, bilmirəm. Fərqli yönlərdəndir. Onun üçün deyirəm, universitet sizin üçün, belə deyim də, nəyisə öyrəndiyiniz, baxın, indi abituriyentlər baxır bu videoya yəqin ki, universitet sizin üçün, belə deyim, mən oradakı təhsil alacam, mən çox əlavə mütəxəssis olacam, bitirən kimi də mənə iş verəcəklər, işləyəcəm söhbəti olmamalıdır. Heç vaxt da elə bir şey olmayacaq. Universitet sizin ixtisasınızdakı, ixtisasınız bazında verəcəyi təhsildən yoxsundur biraz. Yəni, istənilən Azərbaycanda ki, istənilən universitetdə elədir. Məsələn, mən müəllimlik oxuyuram, biri mühəndislik oxuyar, adın suda, biri UNEC-də maliyyə oxuyar. Konkret ya da ki, IT oxuyarlar, fərqi yoxdur.
universitet təhsili kifayət deyil ki, siz konkret bir mütəxəssis olaraq yetişəsiniz. Və heç bir universitetdə belə deyil. Onun üçün deyirəm, siz özünüzü fərqli sahələrdə gəlişdirməlisiniz. Bunu bacarmalısınız ki, xüsusi bir işiniz olsun. Amma yox, mən bunu bacararaq getmək istəmirəm. Deyək ki, mən bu dəqiqə 11-ci sinif biriyəm. Yəni nətər motivasiya eləyim ki, özümü? Aynen, mən deyək ki, UNEK-ə girəcəm. Məsələn deyirəm UNEK-ə. UNEK-ə girəcəm. Oradakı belə deyim də, təhsil mənə tam olaraq mütəxəssis olaraq formalaşdırmayacaq. Mən özümü bir də əlavə inkişaf etdirməliyəm. Bir də iş tapmaq üçün qapı-qapı gəzməliyəm. Kimi bir söhbət olacaq sizə deyək ki. Yəni bu insanı motivasiya eləməz də, əksinə depressivliyə sürər ki, ayda nə qədər yolu var mənə elə qabağımda. Okay? Mən onun üçün deyirəm ki, özünüzə belə baxın. İnsan daim axtarışda olmalıdır. İnsan həyat axtarışdır. Başa düşürsünüz? İş axtarışından danışmıram. Özünüzü axtarmaqdan danışıram. Yəni özünüzü. Özünüz daim axtarmalısınız ki, mən nəyəm? Mən kiməm? Mən bu həyatdakı missiyam nədir? Hər kəsin bir missiyası olar da. Yəni heç kəsin belə deyim də həyatda missiyası mən inanmıram ki, iş tapmaq, universitetə girmək, oxumaq, iş tapmaq, evlənmək, belə deyim də, çoluq çocuğa qarışmaq olmamalıdır. Yəni bəzilərinki belədir, bəzən də belə baxırlar həyata, amma bu olmamalıdır. Başa düşdünüz? Yəni insan daim axtarışda olmalıdır və universitet sizə bunun üçün 4 il vaxt verir. 4 il vaxt verir ki, siz özünüzü tapa bilərsiniz. Belə deyim, bilin ki, universitet sizə özünüzü tapmaq üçün 4 illik bir vaxt verəcək. 4 ildə müxtəlif insanlarla tanışasınız. Onlar sizə nəsə qatacaq, siz onlara nəsə qatasınız bəlkə. Onlardan çox şey öyrənəsiniz. Yəni fərqli kitablar oxuyasınız, özünüzü fərqli yönlərdən dəyərləndirməyi bacarasınız. Bəlkə də təmiz fərqli yönə, sahəyə gedəsiniz. Yəni ikinci kursda fikriniz dəyişəcək, yəni ixtisas dəyişəsiniz. Ya da ki part-time deyək ki, bir işdə işləyirsiniz, o sizi çox tutacaq, oradan davam eləməyə çalışasınız. Fərqli biznes ideyalar ağlınıza gələcək, sıfır sərmayə ilə ora girəsiniz, yaxşı pul qazanırsınız. Baxın, həyatın sizi hara yönləndirəcəyini bilə bilməzsiniz. Sadəcə nədir söhbət? Yaxşı, indi deyərsən ki, bunlar danışdım, bunlar okeydir. Amma niyə görə mən indi oturub dərs oxuyum? Niyə görə? Universitetdən universitetə fərqlər var. Başa düşürsünüz. Düşəcəyiniz çevrədən çevrəyə fərqlər var. Aydındır ki, 300-200 bal yığan biri, yəni genəlləmə eləmək istəmirəm, amma oxumayıb. 200 bal yığan biri oxumayıb. Oxumayıb və işi deyək ki, avaraçılıqla məşğuldur. Yəni bu insan 11 il belə eləyib. Və ondan çox bir şey öyrənməyəsən deyəm mənə. Amma bəlkə də 500-600 bal yığandan, bəlkə də 450 bal yığandan bəlkə çox şey öyrənərsən. Onlarla bir qrupa düşmək yaxşıdır, yoxsa 200 bal yığandan bir qrupa düşmək yaxşıdır. Bu tip şeylər təbii ki, ixtisas da önəmlidir. Sonda əlinə alacağın o diplom da önəmlidir. Bəlkə də ixtisasın yönünə irəliləyəsən. Amma daim axtarışda olmasa söhbəti çox realdır. Başa düşdünüz? Yəni bəlkə də sizə bir nebzə olsun başınızı qarışdırmış ola bilərəm. Amma həyat budur. Yəni bu qəbullanmağa çalışın. Çünki niyə görə? Bunu indi danışmağımın faydası nədir sizə? Çox abituriyent, vaxtı ilə bəlkə də mən, yox, mən biraz özümü hazırlamışdım, amma çox abituriyent belə fikirləşir ki, universitet bitdi, qurtardı. Bütün əzablarım bitdi. Artıq çox əla bir həyat gözləyir məni. Elə deyil. Çox əla bir həyat heç vaxt gözləmir sizi. Universitetdə də, iş həyatında da düz qocalanıqdan, pensiyadan sonra belə əziyyət çəkərsiniz. Yəni o nəsə başarmaq istəyirsinizsə, yəni qayda deyər bir şey başarmaq istəyirsinizsə, o əziyyətini çəkməlisiniz. Axıra qədər, ölənə qədər çəkməlisiniz. Öləndən sonra rahatlayasınız. Ona əmin ola bilərsiniz. O da biraz şübhəlidir, amma yəni. Demək istədiyim odur ki, nə dediyim yadımdan çıxdı. Amma nəsə bir toparlayım. Bax, mən bu boyda şey danışdım, 15 dəqiqədim. Ümumi demək istədiyim budur. Budur ki, öz zövqləriniz olsun. Öz fikirləriniz olsun. Amma kimisə təsir altında qalmadan fikirlərinizə başa düşdün. Məsələn, Instagramda girib hər hansı bir fikri o özünə empoze eləyib, onu yansıtma insanlara. Öz fikrin olsun. Bu fikrin niyə doğru ya da yanlış olduğunu bil. Araşdır, sorğula. Sorğulamaqdan keçir hər şey. Okay? Instagramda gördüyün bir mahnı sənə zövqün olmasın. Sırf populyar deyə sənə zövqün olmasın. Okay? Özün araşdır, özün dinlə. Durmadan dinlə bəlkə də. Durmadan kimisə dinlə, nə bilim. Oxu. Davamlı şəkildə özünə bir şeylər qatmağa çalış ki, özün bir şəxsiyyət olaraq formalaşa biləsən. Başa düşdün? Yəni kimisə kopyası olma. Kiminsə fikirlərinin əsiri olma. Öz fikrin olsun, doğru ya da yanlış öz fikrin olsun, öz fikrini müdafiə eləməyi bacar. Hə, öz fikrin olandan sonra cavab verə bilərsən ki, mən niyə oxuyuram? Mən niyə bu universiteti oxuyuram? Mən niyə bu imtahana hazırlaşmalıyam? Cavabını verə bilərsən. Mən indi deyə bilmərəm ki, sən niyə görə bunu oxuyursan. Hər kəsin fərqli xəyalları var, fərqli fikirləri var. Bu xəyalı həqiqətən
2 sual ver özünə. Bu xəyalı mən həqiqətən istəyiləmmi? İndi bu dəqiqə içində olduğum xəyalı. Həqiqətən istəyiləmmi? Niyə görə istəyirəm mən bu xəyalı? Bu sual cavab ver. Və mən özümü burada tapacağammı? Bu 3 sualı ver. Əgər 3 sualı burada bu cavaba Konuş artık. 3.37 al. əgər bu 3 suala cavab verə bilirsənsə, məncə sən disiplinsiz olmağa haqqın yoxdur. Motivasiyası olmağa haqqın yoxdur. Çünki sənin missiyan oradadır. Sən özünü orada tamamlanmış hiss eləyəsən. Okay? Amma deyək ki, bəhəsə gedirsənsə, nə bilim, hamı informatikadan hazırlaşır, kompüter mühəndisi olacaq. Sən də kompüter mühəndisi olmaq istəyirsənsə, amma kompüter mühəndisi haqqında çox bir məlumatın yoxdursa, onların nə qədər heç xəbərin yoxdursa, niyə görə bunu istəyirsənsə, prestijli deyə istəyirsənsə, bu tip şeylər, belə deyim də, biraz səni yıprata bilər. Yəni, masaya oturanda bir disiplin olmaz da, yəni. Səni həyəcanlandırmaz. Düzdür, çox qəşəng ixtisasdır, yaxşı maaş alacam, bu tip, yəni, maaş nə vaxt alırsan? 4 il qutararsan, 2 il işləyəsən, bəlkə magistratura oxuyarsan, nə bilim, bir 10 il sonra başlayasan maaş almağa, bəlkə də. Oğlanlar elə əsgərliyə gedib gələcəklərdir, 7 il sonra. Sən 7 il sonra alacağın maaş üçün bu dəqiqə oturarsan stola. Məncə mən olsam oturmaram, başa düşsən? Onun üçün biraz da sabaha fikirləşin oturun. Yəni, oturun ki, bu prosesdən zövq alasınız. Belə deyim də, hər şeyi də gələcəyə dair planlarla yürütmək lazım deyil. Bəlkə gələcəkdə sən yoxsan. O, çox gedimsən. Bəlkə nə 19 yaşında gedimsən buralardan. Okay? Onun üçün bu günü fikirləş. Əgər bu din imtahanı hazırlaşmağa məcbursansa, dinləməyə məcbursan, yenə Efraim gəldi ağlıma. Əgər məcbursansa, bu dəqiqə oxuduğun dərsdən zövq almağı bacar. Yarad o zövqü sən, içində yarad, başa düşsən. Gələcəyə də dair plan qurmaq istəyirsiniz, dediyim kimi, özünü tap sonra qur. Kiminsə fikri, kiminsə əsiri olma, okay? Bunu bilin, bu sizdə öz-özünə motivasiya və disiplin yaradacaq. Baxın, qalan bütün taktikalar çöpdür, boşdur. Nə bilim, hormon belə gəldi, o belə gəldi, bu belə getdi. Oturun 3 saniyədə qalxmayın, nə bilim, Pomodoro 25 dəqiqə, nə bilim, zirzibil. Anladın özünüzü. Bilin ki, mən nə istəyirəm və bunun doğrultusunda çalışın. Əgər iradə yaratmaq istəyirsinizsə özünüzdə, bir şeylər bacarmaq istəyirsinizsə, daha böyük işlərə imza atmaq istəyirsinizsə, bu özünüzü tapmaq şərtdir. Okay? Mən nə istəyirəm, mənim zövqlərim nələrdir, həyatdakı missiyam nədir? Kiminsə həyatdakı missiyası, nə bilim, mən elə deyil açıq, amma belə deyək ki, müəllim olmaqdır. Müəllim olub, nə bilim, müəyyən qədər maaş alıb, şagirdlərə bir şeylər öyrətmək, qatmaq, ölənə qədər də belə davam eləmək, normal bir maaşla da həyatını davam elətdirməkdir bəlkə də, okay? Kimisinki budur. Kimisinki ofis işidir. Ofisdə oturub 9-5 işləmək, evə gedəndə də hər hansı bir diziyə rahatlıqla baxmaqdır bəlkə də onun missiyası. Yəni, o bunu istəyir bəlkə də. Daha artıq kimisininki də CEO olmaqdır. Kimisininki də yeni bir startup layihəyə təkan verməkdir, onu böyütməkdir. Bu tip şeylərdir. Başa düşdünüz? Kimin böyük xəyalları, kimin kiçik xəyalları var və heç kimi də yargılaya bilmərik kiminsə kiçik xəyalı varsa. Okay? Bunu bilməlisiniz. Hər kəs həkim, hər kəs mühəndis, hər kəs hüquqşünas olmaq məcburiyyətində deyil. Heç kimi də buna zorlaya bilməz. Başa düşdünüz? Nə ailəniz, nə çevrəniz, nə dostlarınız. Öz fikriniz olsun, niyə bunu eləməli olduğunuzu bilin. Okay? Hər kəs maşın almaq, ev almaq, evlənmək məcburiyyətində də deyil. Bu tip algılardan çıxın. Ümumiyyətlə, məndən olsa, abituriyent dönəminizdə TikTok, Instagramı silin. Silin, başınız qarışır, robotlaşırsınız, manqurtlaşırsınız, silin bu tip şeyləri. Öz fikriniz olsun. Kitab oxuyun. Həqiqətən kitab oxumaq sizin öz fikrinizi formalaşdırır. Bax, demək, 1984 George Orwell'dur da. Mən bunu oxuyanda, o demək deyil ki, mən George Orwell'ın fikirlərini özümə impoz eləyirəm. Mən bu kitab oxuyanda onun fikirlərini də dəyərləndirirəm. Bu nə qədər düz yazıb, bu, belə deyim də, nə Allah deyil, nə Peyğəmbər deyil. Bunun fikirləri konkret doğrudur deyə bilmərəm. Heç kim də deyə bilməz. Amma mən onu öz beynimin süzgəcindən keçirməliyəm. Necə ki, digər insanların fikrini də siz öz beyninizin süzgəcindən keçirməlisiniz. O səhv deyir. Filan kəs deyir ki, filan ixtisası oxu, burada iş yoxdur. Sən kimsən axı mənim həyatıma dair hər hansı fikir bildirirsən? Yəni, bu mən istəyirəmsə fikir də qutardı. Yox, filan ixtisası, işte bu balla bu ixtisas nədir yazırsan, bu belə, bu belə. Bu tip şeyləri beyninizdən çıxardın. Okay? Xəyalınızı həqiqətən tapın. Onun ətrafında oturun. Əgər həqiqətən tapsa, siz o stola oturarsınız. Bax,
özünüzdən asılı olmadan oturasınız ki, mən bu işi eləməliyəm, okey? Mən bu balı yığmalıyam. Mən özümü Bakı Neft məktəbində görürəm. Niyə görə görürəm? Falan şeylərə görə. Özümə vaxt ayıracağam, oranın çevrəsi əladır, müəllimləri professionaldır. Mən orada özümə çox şey qatacağam, həm beyin olaraq, həm fəlsəfə olaraq, həm təhsil olaraq. Hə, onda oturub Bakı Neft məktəbində hazırlaşacağam. Tibb universitetində hazırlaşacağam. Niyə görə? Niyə görə? Həqiqətən də özümü səmimi olaraq insanlara kömək eləməyi sevirəm. Pul başqa məsələ. Pulu baxın, istənilən sahədə professional olsa da pulu qazansınız, o başqa məsələ. Niyə görə həkim olmaq istəyirəm? Məsələn deyirəm. Ya bəziləri pula görə olmaq istəyir. Bunu qınamıram mən. Həkim olmaq istəyirəm. Niyə görə? Mən həqiqətən insanlara kömək etməyi sevirəm. Belə deyək. Belə bir klişe bir deyimdir, amma həqiqətən bu içimdən gəlir. Bunu istəyirəm. Düzdür, 6 il oxuyandan sonra insanlar nifrət eləyəsiniz, o başqa məsələdir, amma yenə də bu şeyləri bilin. Bu qədər nəsə. Bu video çox mənasız bir video oldu, amma yenə də baxın, söhbət videosuydu zaten bu. Okey.